Bu da növbəti manqalımız. Bunun haqqında indi ayrıca danışacağım. Dünənki manqalları apardılar. Bu 1, 2, hələ bir dənəsi də olmalıdır. Deməli, bunun bax dərinliyi 15 sm-dir. Bunu müştəri özü istəyib. Müştəriyə dedik. Yəni bəziləri deyir ki 13 olmalıdır, 15 olmalıdır. Kimsə deyir 9 olmalıdır. Biz normal standart 11 olmalıdır. 15 onla bax bu 15'dir. Kimsə deyir 15. Buna kömür çatdırmaq olmaz. İndi müştəri deyir ki, mən kömür işlətməyəcəm. Mən özümdə ağaclar var, onları yandıracağam. Nəticə hansı ağaclardır bilmirəm. Yəni bunun üstündə kömür işlətmirəm. Məsələn yandıracağam, onun öz kömürü olacaq. Belə. Ona görə bu kim ki deyir 15'dir, bax 15 budur. İndi mən əlimi də tutum lap yanında, biraz rahat tutun. Bir dəqiqə. Hə. Bax mənim əlimdir. Məsələn də nətər göstərim sizə. Bax bir dənə metre ilə də göstərim. Bax bu 15'dir. Bu manqal üçün, yəni siz adi köz işlətsəz, köz bura qədər olacaq. Bax bura qədər közünüz olacaq. Ət isə bax şiş burada olacaq. Gör nə qədər məsafə var. O bişməyəcək, o qurudacaq. Yəni əti qurudacaq. Bir də deşiklərlə bağlı. Deşik kim istəsə aça bilərik. Problem yoxdur. Bəziləri deyir ki, deşik olmalıdır falan. Elə deyil. Deşik onda bu kebabçılar deyir ki, yandırır. Yəni əti yandırır ona görə. Kimsə istəyirsə aça bilərik. Problemli bir şey deyil.